عمليات فايبر يا الله يا الله داود كبرى Kadrlarda gördüklerinizin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Yoxdur, vallahi yoxdur. Bunu anlamaq üçün din alimi olmağa da gərək yoxdur. Yəni məntiqlə düşünən və Allahın əzəmətini dərk edən insan anlayır ki, Allah yaratdığı insanlardan belə yolla ibadət eləməyi istəməz. Yəni aləmləri yaradan, hər şeyə qadir olan Allah niyə insanlardan belə ibadət istəsin ki? Mən ateist deyiləm, İslam dininə inanan müsəlmanam. Gəlib dinsiz damğası vurmayın. Vəhabi, Rafizi və digər adları da qoymağa ehtiyac yoxdur. Mən özümü sadəcə müsəlman hesab edirəm və heç bir məzhəbdən görmürəm, ayrı seçkilik salmıram. Əhl-i Beytə də düşmən deyiləm təbii ki. Bunları qabaqcadan deyirəm ki, şərh yazanda diqqət eləyəsiniz. İndi gəlin bir-bir videoları izləyək dostlar. Baxın, məntiqlə fikirləşin, məntiqlə. Gəlin, mən bilmədiyim şey varsa başa salın məni. Başa salın, mən əgər görsəm ki, məntiqli şərh yazmısınız, deyəcəm ki, halal olsun. Keçək videolara. Əziz biznesmenlər, hansı ölkədə olmağınızdan asılı olmayaraq, meyvə tərəvəzi, istənilən ərzaq növünü, inşaat mallarını və digər yüklərinizi Step Transport vasitəsilə quru yolla istənilən ölkəyə çatdıra bilərsiniz. Əlaqə nömrəsi 055 217 80 90. Deməli, Almaniyada bir nəfər avtomobilini saxlayıb düz yolun ortasında başlayıb namaz qılmağa. Ola bilər kimsə deyər ki, arxada gözləyənlər qərət eləyir, qoy gözləsinlər. Əsas namaz qılandır. Bu əslində istəsə qıraqda da saxlaya bilər. Yəni Allah belə şeyləri sevməz, əziz dostlar. Allah belə şeyi niyə sevsin ki? Desin ki, halal olsun. Maşını saxlayıb başqa insanlara əziyyət eləyir, yolu bağlayıb namaz qılır. Belə namaz niyə qəbul olsun ki? Yəni baxın, belə şeylər var ki, qəbul olunmaz şeylərdir. Çox zaman indi bunu göstəriş üçün eləyirlər. Bəziləri də deyir ki, canları çıxsın, gözləsin arxada. Kafirlər də çox güman Almanlara kafir gözü ilə baxır. Baxın, belə şeylər var. İndi bu deyin, görün, bu İslam dinidir, yoxsa yox? Yəni bunun İslamla nə əlaqəsi var? Ya Allah. İslam dininin bu video ilə nə əlaqəsi var? Başa qapaz vurmaq. Bu kimi şeylər harda yazılır? İslam dinində harda var belə bir şey? Belə təriqətlər çoxdur. Əsas da Pakistanda, Türkiyədə daha çoxdur. Xristiyanlarda da var təriqətlər. Bütün dinlərdə var təriqətlər. Hansısa biri çıxır deyir, mən Mehdiyəm. Nə bilim, mən özüm peyğəmbər elan edir. Müridləri də bir dənə xüsusi debil kütlə inanırlar, gedirlər bu kimi belə gülməli şeylərlə üz-üzə qalırlar. İnandıqları üçün təbii ki. Bunu niyə göstərdim? Yəni xristiyanlarda da var dostlar. Yəni bəziləri deyir ki, xristiyanlar kafirdir filan bəsməkan, amma özləri də eyni şeyləri, oxşar şeyləri eləyirlər. Yəni fərqiniz yoxdur. Yəni eyni şeysiz. Bu da Hindistandır. İndi bəziləri baxıb deyəcək ki, bunlara bax kafirdirlər filan bəsməkan. Bayaq dediyim kimi eyni şeylər bəzi müsəlman adları müsəlman olan, İslama adiyyəti olmayan təriqətlər var ki, onların da içində belə şeylər olur yəni. Bu videoları mən axıra qədər göstərə bilmirəm dostlar. Amma bir şey deyim, bu şeyxdir, nədir, bilməm nə zatdır. Deyir ki, mən çıxdım, nə bilim, filan yerə, gördüm zəlzələdir. Allaha dedim ki, zəlzələni saxla, Allah da zəlzələni saxladı. Bunlar özlərinin peyğəmbər hesab eləyirlər, nə hesab eləyirlər bilmirəm. Bax, bunun İslamla nə əlaqəsi var? Bir dənə şeyxdir, onun müridləri də şüşələrini uzadıblar. Tüpürür içinə, üfürür, bilməm nə eləyir ki, bunlar şəfa tapsınlar. Onu içib şəfa tapacaqlar. Bunun İslamla nə əlaqəsi var? Bir tarafı öbür tarafından farklı olursa en büyük günahlardan biridir. Bu videonu göstərmirəm, amma deyirəm sizə. Deməli, deyir ki, məsəl üçün də bir adam saçını palboks eləyib, tutaq ki, burasını qıxdırıb yuxarını saxlayıbsa, günahdır, cəhənnəmlikdir. Nə adiyyəti var ki? Yəni, aləmlərin Rəbbi, əzəmətli Allah
qul haqqına görə cəzalandırar. Zinadır, filan oğurluqdur, nə bilim başqa günahlardır, şirk qoşma. Polboks eləyən, saçını polboks eləyən niyə cəhənnəmə getsin abi? Yəni axmaq hər yerdə axmaqdır dostlar. Onun fərqi yoxdur. Mən Azərbaycandan danışmıram. Ümumilikdə göstərirəm sizə videoları. İndi biri çıxıb deyəcək ki, o zikr eləyir. O Əhl-i Beytin dostudur, sən Əhl-i Beytin düşmənisən, bu qızı tənqid edirsən. Belə açıq sinəsinə yaraşır elə. Şeyi də asıb oradan, Zülfüqarı da asıb boynundan. Hey! Arkada da şəkil vurublar. Çində istehsal olunur, satırlar bizim bəzilərinə. Onlar da elə bilirlər şəkildəki Həzrəti Əlidir. Qardaş, mən Əhl-i Beyt düşməni deyiləm. Həzrəti Əliyə sizdən daha çox hörmət edirəm. Çünki bu kimi şeylər eləmirəm. Bu da ki deyir zikirdir. Belə zikr olar. Diskotek eləyir. Buna bax. Nədir? Əhl-i Beytin ən böyük düşməni elə sizsiniz. Yəni bu kimi şeylərlə lağ obyektinə çevirirsiniz Əhl-i Beyti. Şəkildəki heç ümumiyyətlə Həzrət Əliyə aidiyyatı yoxdur. Həzrət Əlinin şəkli yoxdur. Arkadakı bəziləri belə qəribə deyir. Bəziləri deyir ki, məsələn, onların üzünü heç kim görməməlidir, bilmir, təsəvvür olmamalıdır. Amma bəzən də belə şəkil divarlarını asırlar ya paylaşırlar. Sizin məqsədiniz nədir ümumiyyətlə? Bu da çox güman elə Pakistan zad olar. Yaladılar kişini. O da çox güman şeyxdir. Saqqalına da xına qoyub, nə qoyub? Mən deyirəm də bu təriqətlər şeydir, təhlükəlidir. Baxın. Xurmaları verirlər şeyxlərinə. Şeyx yalayır, sonra verir olaraq ki, şəfa tapsınlar, neynəsinlər. Özlər lüks avtomobillərdə gəzirlər, şeyxlər, fikir vermişsiniz. Lüks avtomobillərdə gəzirlər, zəngin həyat sürürlər. Onları dolandıranlar da əksəriyyəti orta təbəqə və zəngin təbəqə olur. Yəni, pul köçürdürlər onlar üçün. Yəni, bu zəngin təbəqə bilməm də, onlar necə zəngin olur, hansı ağılla zəngin olurlar ki, gəllə belə təriqətlərə qoşulurlar, inanırlar. Ağıl yoxdur ki, inanırlar da. Hətta Azərbaycanda da olmuşdu. Bir fast food restoranlar şəbəkəsinin rəhbərinə $200.000 atmışdılar, səhv eləməmsə. Bir nəfər ona qayıdıb demişdi ki, mən Allaham demişdi, əstəğfurullah, mən peyğəmbərəm demişdi, nəsə demişdi. Əlindən o qədər pulu almışdı. Yəni bu adam necə zəngin olub, necə bu qədər işi görüb, mən hansı ağılla görüb, çox maraqlı idi. Bax, bunu niyə göstərirəm? İndi bu şəkildəkilər olacaq mömin, mən olacam pis, kafir. Bax, deməli, mən deyirəm ki, Məkkə işğal altındadır. Məkkə artıq müsəlmanların əlində deyil. Çünki bu cür lüks otellər tikilib, Məkkəyə yuxarıdan aşağı baxılır. Burada, bunlar şeydə, VIP həclərdir. Yəni, belə möminlik, belə müsəlmançılıq olmur, dostlar. Bunlar özləri müsəlman sayırlar, yuxarıdan aşağı baxırlar, oteldə qalıblar, lüks həyat. Nə oldu? Bunun nə oldu ziyarət bu? Sən öl. Bax, indi qadın var orada, bir-birlərinə sürtüşürlər filan. Yəni, bunun İslamla nə aidiyyəti var? Məhrəm, naməhrəmlik harada qaldı? Kaşıntı sebebiyle kadının avret yerinin iç kısmına sürdüğü krem orucu bozar mı? Bax, bunların işi gücü budur da. Qadınların avret yeri, cinsəllik. Ancaq belə orucu, bunlar elə bilirlər ki, oruc ancaq şeydən ibarətdir. Bədənin hansısa bir hissəsindən neysə maddi bir şey içəri girirsə oruc pozulur. Yəni, orucu naməhrəmə baxmaq da pozur, zina eləmək də pozur, qul haqqı yemək də pozur. Bəziləri var, qul haqqını, valla, elə yiyirlər, yəni, iftarda yediklərindən də iştahla yiyirlər, amma belə oruc deyir ki, mən orucam. Elə bilirlər ki, oruc tutmaq ancaq ac qalmaqdan ibarətdir. Avrət yerinə krem sürtdüyünəm o. İndi biri gəlib yazacaq, sən Əhl-i Beyt düşməlisən, bunlar aşura. Belə aşura olmur, belə matəm olmur. Bu diskotekadır, baxın da, belə aşura. Belə matəm olar, belə aşura olar. Ümumiyyətlə, bu nədir? Bunun dinlə nə əlaqəsi var? Subhanallah. Normal böyle 3 artı 1 değil. Bu debil də demək olar ki, çox adam tanıyır. Çıxır həmişə giz-giz danışır.
nə bilim cənnətdə 70 odalı villanız olacaq. Nə belə şeylər danışır. Güya İslamı təbliğ eləyir. İnsanlar düşün ki, cənnət. Belə İslam təbliğ eləmirlər. Belə nağıllarla, belə rəvayətlərlə. Parmaklarını emerdi. Mesela hatta bazı hadis-i şeriflerde hatta ilaka yahut. Bu da deyir ki, Peyğəmbər yemək yeyəndə dostları ilə parmaqlarını onlara yalatdırardı zat. İndi videonu tam göstərmirəmsə dostlar, girib internetdə özünüz baxın. Mən müəllif hüquqlarına görə göstərəmirəm. Baxın belə gizlic danışıqlarla İslam dinini gözdən salırlar. Tükürüyorsun hafif oynatmayın. Bu da deyir ki, nə bilim, əli vurursan tüpürcəyə, süfrədə çörək qırıntıları yoxdur, bir-bir götürürsən, sağsan ağzıva. Hərəsi də bir huri deməkdir. Yəni 1000 dənə çörək qırıntısı götürsən, 1000 dənə hurin olacaq cənnətdə. Bunlar da sufilərdir. Sufilər də Allahı belə zikr edirlər. Təbii ki, mənə görə doğru deyil. Yəni, aləmlərin Rəbbi, bu qədər aləmi, hər şeyi yaradan Allah niyə belə şey insanlardan tələb eləsin? Niyə belə ibadət istəsin ki insanlardan? Məntiqlə fikirləşmək lazımdır da. Məntiqi işə salanda insan dırın eləyir. Deməli belə olmaz. O kim ki gəlir etiraz eləyir, kim ki başlayır bu şeyə, avamlığa davam eləməyə, o məntiqin işə salmır, heç vaxt salmayacaq. Gəlin, növbəti diskoteka. Bu nədir? Bunun İslam dini ilə nə əlaqəsi var? Bunlar Əhl-i Beyt düşmənləridir. Əhl-i Beyti lağ obyektinə çevirən kütlədir bunlar. Yəni, Əhl-i Beyt hal-hazırda sağ olsaydı o insanlar, gəlib bunlara tüpürərdiniz. Bu nədir? Siz nə edirsiniz burada? Bu da Türkiyədə deyəsən hansısa təriqətdir. Bir nəfər bu iplərdir, nədir, verib, şeyx tutub əlində, ipləri paylayıb camada tutublar. Deməli, bu şey eləyir, günahları təmizləmək duası oxuyur, nə oxuyur bilməm. O kim ki ipdən tutub, onların günahları təmizlənir. Belə giz-giz şeylər, adiyyatı yoxdur, dini adiyyatı yoxdur. Bu da növbəti şeyx. Bir də bunun sifətindən baxın, bunun üzündən nur yoxdur. Bilinir ki, belə domuz kimi basıb yeyir müridlərinin pullarını. Pakistan'da, Türkiyədə bilinmir. Hamı gəlir, ayağın, əlin öpür, ətəyin öpür, belə şey. Yəni, mən deyirəm, bu təriqətlər çox təhlükəlidir. Türkiyədə dəhşətli dərəcədə belə şeylər. Deməli, bir iflic olmuş bir şəxsi gətirirlər bura. Gətirirlər, qoyurlar bu şey, cuf-cuf hoca var ya, onun yanına. O da gəlir, dua oxuyur, neyiniyir, nəsə vurur ona. Bu da dirilir, durur ayağa, başlayır gəzməyə. Oo, super. Hindistan daha bərbad gündədir. Yəni, biz yenə yaxşıyıq. Burada Tovuzdur. İnsanlar gəlib ağaca lent bağlayırlar, dilək diləyirlər, fikirləşirlər ki, nə bilim, Allah arzuların yerinə yetirəcək. Onu evdə də oturub eləmək olur. Yəni, evdə oturub Allaha dua eləmək olur. Gedib hansısa ağaca əski bağlamaqla heç nə olmur. Yəni, bu şeyin əslində İslamla əlaqəsi yoxdur. Bu şamanizmlə qalan bir şeydir. Vallahi bir dəfə belə bir şeyi tənqid eləmişdim. Ağaca lent bağlayanları, bu şamanizmlə gələn bir şeydir də. Tənqid eləyənləri, daha doğrusu ağaca lent bağlayanları tənqid eləmişdim. Hansı videomda idi, yadımda deyil. Girib mənə yazmışdılar, sən Əhl-i Beyt düşməlisən, bu nədir? Sən xiyarsan, qatıqsan, ağac, Əhl-i Beyt ağacdır. Valla özləri, o debillərin əlindən bilmir adam nə desin. Gördüm. Efendim rüyamda Allah'ı gördüm. Allah'ın üzerinde sizin şu anda giymiş olduğunuz hırka vardı. Kalbim Açıq-aşkar bu şeyxdir, Nəzibildir. Buna deyir ki, mən səni Allah yerinə qoyuram da. Yəni, Allah'ı gördüm, deməli səni gördüm. Bu adam da bir dənə səsini çıxartmır da. Məmnundur buna Allah deyilməsindən, əstağfurullah. Yəni, təriqətlər baxın belədir dostlar. Deməli, 3 dənə qaqaş video çəkiblər. Güya ki, Sünni ilə Şiyə birləşirlər, Vəhabini öldürürlər, gəlirlər qardaş kimi. Gəlirlər o birisi otaqda bir-birləri ilə başlayırlar dalaşmağa. Mən bunu paylaşmışdım Facebookda. Facebook səhifəmi də izləyə bilərsiniz. Şah Nadir yazıb izləyə bilərsiniz. Yəni,
Bunu çəkməklə nə olacaq ki? Bu İslam təbliğatı, bu və yaxud da insanları dinə dəvət eləmək deyil. Bu bildiyin debil, bamballıqdır bu. Bu nədir? Hə. Nə olsun? Hə. Bu ilə nə etmək istəyirsiniz ki? Onsuz da Vəhabini öldürdünüz ki, bu otaqda da bu birisine deyəcəksən, sən Əhl-i Beyt düşməlisən, bu birisi deyəcək ki, Həzrət Öməri niyə söyürsən, yenə dalaşacaqsınız sizə. Debillərə aiddir ya, həqiqi şiə və sünnilər bir-birlərini təhqir eləmirlər. Nə deyim valla? Allah özü köməyimiz olsun. Hə dostlar, bax bu videoları göstərdim sizə. Mənim məntiqimə görə bu videolarda, bu videoların, yəni burada gördüyünüz insanların İslamla heç bir əlaqəsi yoxdur. Yəni adiyyatı yoxdur. Biraz məntiq işə salanda insan başa düşür ki, bəzi təriqətlər, bəzi adamlar, xurafatçılar neçə vaxt demiş ki, yəni insanları aldadırlarmış. Hələ də aldatmağa davam edirlər. Aldananlar olacaq ki, girib bu videonun altına şərh yazacaqlar. Amma normal tərzdə şərhlərinizi yazın. Təbii ki, hamısını oxuyacağım. Normal şərhlərə də normal tərzdə cavab verəcəm. Özünüzə yaxşı baxın, görüşərik hələlik.